$15 dekamın özünde ben Neptun'dan çaldım. Rastlamış ki $200 idi. Ne Dünenlerin xiyar 4'lar idi, pomidor 6'lar idi. Bugün Türkiye'den geldi, girdi, 2'lar 50 qəpiyə qoydu. Hansı ki, Zavur Dalğalı gəlməlidir, Meriyə parlament deputatıdır. Davur İsmail Yüksəllər. Gəlməsə yol bağlanacaq. Burada 4 günlərlə, 5 günlərlə qalmaqsa gedilməyəcəkdir. nə qədər vaxtı gözləyirsiniz onları? Onları gözləməyəcək çox vaxt gözləyir. Qırşa ola bilməz ki, pomidor xiyar əkməz. Mənsilsiz oladan. Halda mənsil almır. Kışını, yazını mənsindən çıxır. Pomidor da satışda var mı sizin kəndlərdən? Var, yox. Bu adamın 18 yaşı pomidor çıxıb 3 gün pazarda bağlamış. 18 yaşı pomidor nədir? Satamıyorsunuz? Ama size çıkıyor bak gelirler ki. Gelin kırpma saz verin. Hamid o tut ayıkır. Neden uyutuyor? Güzel Hadi yer ver. Deyir, rahat çərçinin deyir, mən deyir, ona yerə də gəlmişədir, ona da gəlirlər deyir. Yolda alamayan deyirlər. Günün yanından da Sara. Neden uyutuyor? Tese uğrak. Ben yarafı yarar. Akta oldu. Kat gibi yana oldu. Çeme bir uçlu yakıyoruz verek zaz. Agiye savun var. Şey seni, Rodis Mali Modiyan. Mali Modiyan. Arap, ama keser ne onu? Prost sala para kuma. Rodis Modiyan Mali. Salam əziz izləyicilər. Gördüyünüz Şulaveri ərazisidir. Bura əhali ona görə toplaşırlar ki, öz əkdikləri kənd təsərrüfatı məhsullarını bazarda sata bilmədiklərini bildirirlər. Onlar bildirirlər ki, xarici ölkədən Türkiyə və Azərbaycandan çox sayda məhsul gəldiyi üçün onların əkdiyi məhsullar bazarda çox aşağı qiymətlə satılır. Onlar tələb edirlər ki, Azərbaycan və Türkiyədən ölkəyə tərəvəz məhsulları gətirilməsin. ქართულადაც ვიტყვი, მოგესალმებით, თქვენს რადიო მარნეულის პირდაპირ სახელმწიფო ყოფებით, სადაც მოსახლეობა მართავს აქციას, ისინი აპროტესტებენ უცხოეთიდან შემოსული პროდუქტების გამო უჭირთ საკუთარი პროდუქციის რეალიზება, როგორც მათ ჩვენ საუბარში განაცხადეს, ელოდებიან მარნეულის მუნიციპალიტეტის მერს 10 წუთიანი გადასამყარი თვითონ მოსახლეობა რომ უნდა რომ მერი მოვიდეს ადგილზე და გაესაუბროს, სხვა სოფლებიდანაც უერთდებიან, როგორც ვიცი, შულავერის გარდა აქ მოსახლეობა საპროტესტო აქციას ასეთ მოხდება არის ახლა შულავერში, სადაც როგორც მოინიშნა მოსახლეობა ითხოვს რომ მათ პროდუქტები რაც უშუალოდ მარნეულში რეალიზაცია მოხდეს, ვინაიდან ამბობენ რომ უცხოეთიდან შემოსული პროდუქტების გამო მათ უჭირთ ადგილობრივი პროდუქციის რეალიზება. აჩვენებთ ვითარებას ადგილზე საბატონო პოლიციის ეკიპაჟები არიან ადგილზე მოსახლეობას გადაიყვანეს გზის არ გადაკეტონ და ისინი აქ ამერიკანებს როგორც ჩვენ აღნიშნეთ საუბარში ვიტყვით საკუთარი პროდუქციის რეალიზება უჭირთ, ვინაიდან უცხოეთიდან შემოსული პროდუქტების გამო და დახმარებას ხოვენ ადგილობრივ თვითმმართველობას. მარნეულის მუნიციპალიტეტის მერს ელოდებიან ადგილზე, ყოველ შემთხვევაში მოსახლეობა ითხოვს მის მოსვლას, თუმცა მოა თუ არა მარნეულის მუნიციპალიტეტის მერი ამ დროისათვის
Qeyd edək ki, izləyicilər, hal-hazırda Şumaver ərazisində kənd sakinləri aksiya keçirənlər aksiyanın keçirilməsində məqsəd ondan ibarətdir ki, xarici ölkələrdən ölkəyə gətirilən tərəvəzlərin ölkə bazarında dəyər qiyməsə satdıqlarını qeyd edirlər ki, xarici ölkələrdən Bizim zaman. Hadi davay dara başla. Türkmenistan başlayıcı yardım var. Sağ ol. Onda da gördüğüm bir tarih. Yaş kalkmaz. Bir koz kullandı. Yalandan gətirirlər. Nəyə gəlirlər? Ora kimləyə gəlirlər oradan bura? Ora kimləyə gəlirlər oradan bura? Öldürəcəklər. Haqqını tələb edir. Düz deyil. Vallahi mən varacağam. Ne bak? Kimdir abi? Kank. Gel patrona getir, önünü bağlayacağım önüne. Önünü bağladığıma yolu bağladın ha. Yolu bağladın. Vallahi bilmirəm kimə nə verir. Minlarli oldu, bismillah. Hər banca bu. Hər banca bu. Hərəsi bir dənə mən 50 dənə adama nə var? Başa sazdan başa düşən də yox. Deyir gəlib önünü bağlayacağım. Gəl bağla ha önünü. Mən nə verəcəm önünü? Nədir, gəlmir. Elə dəqiqədə dayaladı, dayaladı. Nə qədər dayaladı? Kim gələr? Sizə an verəcək. Kim gələr? Vallahi gedək. Var, 30 yaşında beri olanlar olmalı. Ne olmalı? Armacı. Gələr, siz yazın, kişilərin üstünə gələr. Gələr açaq. Birbaşa gələr. Heç kim gələndir. Kişilə söhbət edək, gələr. Bunlar nə deyib, onu döftürür. Kişilə söhbət edək, gələr yerli orada oturmaz. Bizim buraya çıxsın. Yavaş, yavaş. Bunda davuk et olur. Vay be. Sürüş çıkma gönlü var. Gördün mü ne var? Ne var? Onu gelin bir defa. Yiyəcəklər sizi hamı. Nə gəlirsiniz də buraya? Deyirəm o. Deyirlər ki, əgər onlar Gerisi adamlardır. Gelmiyor. Misiyə gətirirlər fəhlə. 3 gündən sonra gələcək ki, mənim pulumu ver. Nə ilə verəcəyəm? Bax, toxum misiyə. Ondan dibinə verdiyi an ünlər misiyə. Hər şey misiyə, fəhlə nə ilə verim? Hələ bankı demirəm. Bu nə olacaq bunu? Bu devlət bu. Məni seç, hansı şey seçdi ya. Heç bir də gəlmir bəri. Hadi,
Gelin de orada niye durursunuz? Hamınız gelseniz. Ay Rasim. Sari gir sari. O da şey işim var ya. Hadi iki tane kadar yıkıram benzin ay. Şirin için. Geçer kral yarım. Senin pomidor kadına. Sayda. Her şey mamukete kayıptır. Hadi bir kesin var. Ayşe ama değiş ben yerimden ben Hiç izleyen eləyib cələmə rabatlar. Yaşlar zararlı. Предписав себе за 2 продава. Это раз работа. Турецк, Азербайджан, зайдет. Şey günü başım. Lazım değil səbir. Mən Seyidi Qoçaldıram. Bircə də qarşı. Mən səni gözaltmayayım. Sən mən Seyidi Qoçaldıram. Bizim kənddə 300-400 mal olurdu. Mal sistemi çöktü. Yerlərimiz satıldı. Daha oturacaq yox. Bundan əl üstük. İndi bu çiğ tutun pomidor. Bundan əl üstük. İndi bu çiğ tutun pomidor. Gündə 6 dənə stabil işçi işlədirəm. Hərəsini 80 lar verirəm. Sən bu gün 3 lar eləyəndə mən çökürəm. Ömrü satmalıyam. Yandırmalıyım. İkinci yol yox. Hani sokarın yanındaki çiğ? Hani kas aparatı? Ben niye aparıp marına olan 200 var ya maşın salıp pomidor satmalıyım. O gelip sokarın yanında 5 çıkmaz satmalı. Neye göre? Ne göre? Ne sebebe göre? Kanun yoktu bu. Gel lan kardeş onda biz de yolları kırağında satar. Pazar sistemi laf olursun. Kassa sistemi laf olursun. Neye göre olmalı? 30 lira yoldan arzuyan maşınlara üşat edin. Gel gidin subut. Devlet desteğinden aranjör koymuşam. Pul getirip koymuşam. Allah. Hani o 80 bin manat. Allah'a andolsun. 100 binde kredi kararı. Bize 8 liraya vermesen biz o bandordan değer göre bilmiyoruz. Portu milyar aldım ben o gün. 10 port 10 milyar verdim. 3 lirayından kazanırsınız. Ölmek var, kırılamıyor. Kırılamaktansa bir defa ölüm tutarsın. Kanun da alidir, her şey ali demek biz de aliyiz. Biz seçip koymuşuz. Kanun bizim şotumuzu orada oturttuk. Niye gelmemeldi meğer buraya? Neye göre? Benim kardeşim yat adamın yerinde otardığına göre gövdüler kaburgasını kırdı. Dedi benim yerim. Ne devirdi? Ben bir geçen yıl 15 milyonlara pul karşıladım. Malımızı çıkarttık pazara sattık ki yerimiz yoktu otarmağa. Gelseydi Qoçalda bir qəbirsenlik qalıb ha kişi. Qəbirsenlikten başka bütün yerler satılıp heyvanat arayın diye verdi. Ne saklayayım? Oyun saklamam, mal saklamam, gök saklamaz. İndi de aranjir etsin. Bu ne ter olur? Ne ter kanunu? Gedək onun pasportunu bir dənə qeyri-qanuni addımın olmuş. Ne benim, ne ailemin. Bir dənə yıkılan sərbəmiz olsa asaram özünü. Biz kanunla eləmişik. Bir kanun bizim dalımızda dursun. Soruş burada heç bir axırıncı model maşın sürə bilmir. Niye? Çünkü biz gece sabaha işləyirik. Başımız da olmalıdır, önümüz de olmalıdır. Ailemiz güzel giyinməlidir. Uşağımız güzel yerde okumalıdır. Heç biri yoktur. Heç biri yoktur. Çünkü eləyə bilmirik. Ailemizin üzünə akşam yüzü qara bilmirik. Ailemizin üzünə akşam yüzü qara gedirik. Bazardan geldim bu dədə mən. 4 lira 3 var 20 qərb getirəm qapıda satı alan adam ya. Ağlayır böyle kilo gəlir. Öyümü sattım, yattım vətənə. Getdim denler vətəndaş döysə getmə. İndi vətənimlə harı getmir. Versinler çıkışımızı gedək. Olmur belə. İki saattir burada kadar sakin edersin. Ama gelen batından mı gelir? Lazımdı. Güzel batından mı gelir? Oturduk, ben sakın. İş günü dışında olmadı. İş günü onu 4 defa ben onun qəbuluna getmişim açık. 4 defa Meryan qəbulunda olmuşam. Ben 6 saat, 10 saat, 12 saat saxlayıb
İndi niye qəbulçunu bu adam qəbul eləmir? Kulturu getmişdik də qəbul. Eləmir qəbul. Fırramı, biznesində, fermasındadır, çörək pekarnilərindədir. O adam qəbul eləmir. Ama seçki qabağı gəlirlər ki, nəyə ehtiyacınız var? Gəlsin, çıxsın bizim ehtiyacımıza baxsın. 18 tane yeşil ben satamıram. Tüpek güvercisi var da. O çilepasında da var. Gazepte tüpek güvercisi var. Ne gari? Rogor halkıma tüpek güvercisi gibi abi da. Bunun olması var, tohumu var. Odunu var. 16 bin lira oduna pul geliyor. Turistan yani. Allah Tavus var olsun ya. Baş gider Turistan ses daha var. Kalkma şerim okta. Tutacağım okta da. Saat ondan Ben de görsek Allah ki haberimiz olmuş. Televizyonda görüyoruz. Sarkar söylesin hadi kız yarın. Korazma. Kursen. Azerbaycan'da tralerci orası dolmuyor. Bakın şiyam o gidiyor. Bak bitinas pulyasa. Bekari orası olur bankara. Ətin qiymətini qaldırırlar, ət gəlsin əsasına, da quzu gəlsin. İbotin abi. Yağ gəlsinlər, produktun qiymətini endirsinlər. Bak üstü sararı düşme bab. Bak direkt biz puli bak bu arada. Zəhmətini yerə vur. Korç hakları ozdatırlar. Gidire pandor zarıyız. Gülek kalkıdan. Bizə deyirsin, dağılır özü var. 4 kilo üstünə diyor, quzu alıbır. Mabinin neydi? Mabinin sözlerce yetki sattırmış. Özü geldi. Zar dalğam gəldi. Pandemiya drozi arşeyle bak koronarı kalkmama o gidip ata gidiri daha kuyuzata taviz kazası çabarada otomozda tedir. Mamuka naveriyen bak kalkıdan var yok kum otuşacak. Rastamoş eləmişəm. O maşın rastamoş olunub. Ulan sklatına boşalmalıydı. Sokarın yanında Fordlara paylanmamalıydı. Bak Paylanmamalıydı. bak sabuçada. Bak sabuçada kalklar. Asıl çeki kesip. Gelsin buradan geçsinler o Ford'u bu dekresinler. Metar ol la kişi ol. Heç cür mümkündür. Ჩვენ თონაც გადავიწიოთ, რა იცი. Getirin de şu Ford burada boşaldı. Görün ne gayrı. Ya gelsin o Ford burada. Çermelesin. Ne bilir belki pomidor. Neydi o pomidor? Belki pomidor döydü. Neftulluktu mu bura? Optavoy bazadı bu sokarıcı. 10 tane Ford. Ben bilmirəm şahsen pomidor. Ben inanmıram hiç o. Bəli, izləyicilər qeyd edək ki, Marina rayonu Quladev kəndində kənd əhalisi etiraz aksiyası keçirirlər. Etiraz aksiyasını keçirirlər. Əsas məqsəd onların kənd təsərrüfatı məhsullarını sata bilməkdir. Onlar qeyd edirlər ki, xarici ölkələrdən İmod abi, imod abi. kənd təsərrüfatı Onlar qeyd edirlər ki, xarici ölkədə bağlı və əhali qeyd edir ki, onlar çox sayıda kreditlər götürürlər və krediti ödəyə Əhali qeyd edir ki, bir tarixə yanacaq daha qarğalı olacaq.
სავარ ნაწილზე გადმოსვლას და მათ უნდათ რომ გზა გადაკეთონ. პოლიციის ხელში ხელს უშლიან და ათავისუფლებენ გზას Vatandaşlar ara reyeti bir neferi götürdüler. ამილ მოდი ვიტყვი აქ რამდენიმე შულავერში რამდენიმე წუთის წინ მოსახლეობამ კვლავ ცადა გზის სავალ ნაწილზე გადმოსვლა და გზის გადაკეტვა, რასაც პოლიციელები შეეწინააღმდეგენ, მათ შორის გზის ასე ვთქვათ გადაკეტვის მცდელობის გამო ერთი პირი დააკავა და პოლიციამ წაიყვანა ერთი პირი. დავინახავთ ყოველ შემთხვევაში ჩვენ თავიდან ვრცელდებოდა ინფორმაცია რომ ორი პირი იყო, თუმცა ეს არის სავარაუდო, მაგრამ ერთი პირი ნამდვილად დავინახეთ რომ პოლიციის მანქანაში ჩადოს და გადაიყვანეს, რომელიც გზის გადაკეტვას ცდილობდა. ახლა ამ წუთებში შულავერში გზა კვლავ გახსნილია. პროტესტის მონაწილეები გზის სავალი ნაწილიდან ისევ გადავიდნენ და იმ ადგილზე შეიკრიბნენ, სადაც თავიდანვე იყვნენ შეკრებილები. პოლიციის კორდონია გაკეთებული, რომ გზის სავალ ნაწილზე მოსახლეობა არ გადმოვიდეს. როგორც უკვე აღვნიშნე, ერთი პირია დაკავებული, რომელიც სულ რამდენიმე წუთის წინ პოლიციის ეკიპაჟით გადაიყვანეს. ამილ ერთი პირი ვიცი ზუსტად რომ დააკავეს, არ წაუყვანიათ. როგორც ახლა ჩემი კოლეგა ამბობს, ორი ადამიანზეა საუბარი, ორი პირი დააკავეს, თუმცა ის რაც ზუსტად ვნახე, მე ვნახე ერთი ადამიანი, რომელიც პოლიციამ გადაიყვანეს. მეორე შესახებ ჩვენი ჟურნალისტი ამბობს, რომ მეორე ადამიანიც არის გადაყვანილი. Bəli, madem radio dinləyiciləri, artıq qeyd etdiyimiz kimi qırğının 2 sakinini saxladı, onları apardı. Hal-hazırda aksiya prosesi davam edir. Polislər kənd sakinlərini yolun kənarına, yolun mərkəzi hissəsinə çıxmağa icazə vermir. Aksiya dinc şəkildə davam edirdi, ancaq insanlar yolun mərkəzi hissəsinə çıxaraq yolu bağlamağa çalışdılar, ancaq polis 2 şəxsi saxladı. İnsanlar qarşı durmağa çalışdılar, ancaq yenə də faydasız oldu və 2 nəfər qırıqlı kənd sakini saxlanıldı. Onda farklı. Orada gitti. Niye oraya gittin lan? Niye öyle de sayıyorsun? Şimdi bastırma. Arkadaşlar. İndirmem.
hal-hazırda əraziyə merin müavini Georgi Qodabiləcək. Dikil kadar uçuyor. Mer iclasdadır, rayonda deyil. Ver gələndə ay qanar. Soruşuram. Bizlə sizin probleminiz yox. Bizə də qoy sözün desin. Mən ki sizə qulaq asmalıyım. Mən gəlməliyəm. Sizlə söhbət eləməliyəm. Sizə qulaq asmalıyım. Dağılışmalı ne gelmedi halkın tələblərinə baxmayaraq. Amma Mahir müəllim Gəldim səsən. cəmaata qulaq asmağa. Mahir müəllim Bəzi səsən. problemlər burada var. Nətər siz deyirsiniz? Mən istəyirəm sizə qulaq asım. Ondan sonra söhbət edeyim. Cənab mer niyə gəlmədi? Gəlmə səbəbi nədir? Mer niyə gəlmədi? Başa düşürəm. Mer indi iclasdadır. Rayonda bilsəydi gələrdi. Problem yoxdur. Mən nətər birinci müavin verim. Məni göndərdi sizin yanınıza. Lazımdırsa sonra gələcək. Ona problem yox. Mən deyirəm. Lazım. Ha qardaş. Mer niyə gedirik gel ki get 4-cü gün gel 5-ci gün gel. Niyə hürmat elə? Qardaş, mən rəsmi Nədən ötərdi? Nəyə görə səs vermişəm? Elə də biri mən idim. Mehrə səs ya İlqar Əliyev. İlqar Bəli. Əliyev, sağ ol qardaş. Ha? Mən sizə nə deyirəm indi? Bəli. Mən gəldim sizə qulaq asım. Canı sağ olsun. Sizdə bir problem var. Ha, problem odur ki- Gəlməliydim. Bəli, gəldin canı sağ olsun. Sənlə bizim Ay sağ ol. Problemimiz odur ki qaqa tutam. Artıq yan deyilik. Bir dəqiqə. Bir xahiş. Mən gəldim. Gəl biz. Hayır, bir dakika. Kardeş, Alex bir dakika. Gedirik Meriye deyir ki, gelin yazılın. Neye göre yazılmalıyıq? Mən sizə nə deyirəm? Mən sizə nə deyirəm? Ali var, bir dəqiqə əsas Siyasi tələbimiz bizə. Tutun Maşına basıb aparıblar bu dəqiqə, eləmi? Bu dəqiqə onlar geri gəlməsə bundan da pis olur. Mən hələ bu məsələyi bilmirəm. Onları xahiş edirəm, Gətirilirəm. Maraqlanmaq budur ki, elə bu dəqiqə Hələ bu problemi sizdə, ürəyinizdə nə problemi var? O problemin haqqında söhbət edək, danışaq. Ondan sonra qulaq asın. Bir dəqiqə, problemimiz Qoy mən sana deyim problemi yox. Bu müqaribimizdə bu gördüyün millət neçə para kəndi. Hər Salov! Yəni bu günlərin vəziyyət Seçki 30 canlı yaymasın. Söz qoyacaq 40 səs verin. Əkin əkirlər, pomidorda. 2027 olacaq. Bu dəqiqə dalimami Azərbaycandan malı. Rastomuşka qiyməti. Gətir bu dəqiqə malı çıxardıb ordunu bu adam malı 2100 var ya. Vay sağ ol. İndi bu dəqiqə gətir bu malı 2 manata 1 manata verəndə bu sabah bu birinci millət nə təşkil? Mən sizə indi bir təsdiq etmək istəyirəm. 3-4 nəfər olacaq, 5 nəfər olacaq. Biz bir dəfə olacaq. Qalan polisiyalı sizə deyərəm. İndi mən buradan hələ bu problemin içinə yetirərəm. Başa düşürsünüz, mənim hələ informasiyam dəqiq olacaq. Bu informasiya da sizdən götürməliyəm. Düzdürmü? Sizin ürəyinizdə nə ağırlıq var, onun haqqında bir söhbət eləməliyik, ondan sonra fikirləşməliyik şeyləri. 3-4 nəfər olacaq, 5 nəfər olacaq. Kim istəyirsiniz? İxlaq, sakit, normal söhbət eləyək. Bir problemin haqqında da Yəni problem mən sana bu zaranı bu millətin adından deyirəm. Bu günlərin buraya, bax bu günlərin buraya. Mən xahiş edirəm sizə nə demək istəyirəm. Siz mənə bir problem deyirsiniz, düzdürmü? Mən buradan indi bu saat, bu dəqiqə, mən şeyləri öyrənməsəm, problem içinə yetirməsəm, mən sizə ki, gəlin ona razılaşaq ki, mən sizə indi konkret... Georgi bəy, 2 nəfər saxlanıldı burada az əvvəl. Bundan bağlı nə deyə bilərsiniz? Mən bundan haqqı, məndə bir informasiya yoxdur. 2 nəfər az əvvəl saxlanıldı polis polis tərəfindən. tərəfindən. Məndə informasiya yoxdur.
Mən onu öyrənəndən sonra pozisiya deyəm. Hədə o uşaqları buraxmasınlar lazımdır. Heç şeydən gəldi burada. İndi sizə Yaxşı, onda gəlin belə Gəlin, sizə bir dənə xahiş belə edirəm. eləyək. Mən sizə nə deyirəm? Gənə bir şey sizdən xahiş eləmək istəyirəm. Nə də demək istəyirəm ki, bəs inisiativ qrupu sizdən yaradım. 3-4 nəfər olacaq, 5 nəfər olacaq. Mənə görə bir problem yoxdur. Bir yerdə oturaq, söhbət eləyək. İkinci problemin haqqında da mənə vaxt verin, bir öyrənim mən. Söhbət başa düşəndə indi bir belə millətin Mən təzə gəlmişəm, başa Bildim də düşürəm, bir dəqiqə. Dar müəllim niyə gəlmir? Hağı problemi odur ki, Türkiyədən Azərbaycandan Pamudorda xiyarə girişidir. 200 dollar rastlamoş qazdır. Həmən maaşın alsam, maaşın rastlamoş qazdır. 400 dollar da o da ki, sokarı yanına, get sokarı yanına. Nə yerə qoyaq, Ne çiyeksin, ne bazarsın, çatır, başa satır. Başa düşdüm. Nəyə görə? Nə deyirəm? Siz kimi bir problem deyilsiniz. Mən bu problemi öyrənməliyəm. Ay sağ olun. Ona görə deyirəm ki, biraz imkan da mənə verin ki, sizin probleminizi nəyi mənə çatdırırsınız, onun haqqında düşüm öyrənə bilməsin. Ay hələ bir aparanlar gəlsinlər, ciğer gəlsinlər. Yoxdur, uşaqlarını yapardılar. Ay sağ olun. Deyirəm. Polis gəlib burada zalotobu getirək kişi. Polis zalotobu getirək. Məndə informasiya yox. Polisiyə vurur xalqı burada. Yeyəkli xalqı. Biz tam özümüz sağ informasiya verir, sizin də səlahiyyətiniz çatırmı ki, bizim iki İndi mən nəfər sizə deyəndə ki, mənim informasiya Başçası bir o iki nəfər onu Yox, indi buraxdır da bu dəqiqə buraxdır. Niyə yapalım? Biz bu işi buna gəlməyiz. Gene mənə soruşursunuz. Deyirəm, informasiya yoxdur, öyrənməliyəm. Bizim Mən öyrənməliyəm. Bilirəm Rastamoşka nədir? 22 il mən Rastamoşkanın sizdə olmuşam. Mən bu gecə saat 5-də bazara getdim. Haydi aşkın gelin. 12 dənə də pol. Sokarın yanında verib daldağa boşaldım. Siz deyə bilərsiniz o blomba nə şərait apardınız. Mən bilmək istəyirəm. Mənim üçün maraqlıdır. Biz onda bir dənə bu sualımı qutarıb siz mən Sudan vətəndaşı bazar pulu verib satıram. O sokarın qabağında, atvelin qabağında bezcek mal satıram. Kənd təsərrüfatı gətirib burada maşınlar. Gözlük alıyorsun lan aç. Şəhər problemi odur ki, Azərbaycan bandoru xiyarı, Türk bandoru xiyarı. Bizim kənd təsərrüfatı adında satılır burada. Bizim borcum ora çıxaracaq. May ayından olmaz. Kim verəcək? Mandalin İvana vaxtı, Şırca verəcək. mandalin vaxtı Gürcüstanda, Azərbaycanla başqa bir yerdə mandalin boyunmur. Çünki bu indi sezondur, camı sezonu ümiddir. Bu dəqiqədən Türkiyə vurur, Azərbaycan vurur, bunu qəpik gətirir, satırlar, camı malı sata bilmir. Bu 3 yazıq mandarlı millətinə qəpiyə xiyar verməlidir. öyrənmişik, bandur öyrənmişik. Aparıb çilar satır. Yəni bunu bilirsiniz, risət edin bir dəqiqə. Mən sizə nə deyirəm? Bildim başa Mən düşdüm. sizə nə deyirəm? Yəni bu Sizdə günlərim olan problemləriniz nə ürəyinizdə deyirsiniz ki? Problem nədir? Mən deyirəm ki, gəlin bu problemləri yəni bu günlərim Sahip sual vermiş. Sahip sual vermiş. Uşaqları qaytar bura. Bırakın qoy bu adam informasyası. ona görə mənə biraz Ondan sonra qalxıb yenə deyirəm ki, nə vaxt istəyirsən. yəni bu millət şəhərinə sabah Kim yığılacaq. deyəməz. Mən sizə deyim nəyi. Sizə kim deyəməz. Kimsə mənim yanıma gəlir, mən onu yapıram. Ona görə deyirəm ki, gəlin mənə imkan verin, bəlkə şeyləri öyrənim. Ona kimi siz fikirləşin. O 5 adam olacaq, 7 nəfər olacaq, 7 adam olacaq. Görüşək bu haqqında. Kimlə görüşək? Mənlə görüşək. İstəyirsiniz. Niyə görüşmək? Mən də deyirəm sizə, görüşəcək. Yoxdur rayonda. Məsələn, bax, niyə görüşmək? Qardaş. Şəhərdə yox. Elə baxmasa siz deyəməsiniz. Olar mı sizə bir söz deyəm? Olar mı? Bu da heç olmaz. Parlament ölkəmizin Meriya olaraq kəndlərdən cəmaatın dərdini azlarını öyrənirsiniz gəlib. Bax nə qədər cəmaat. Abi bizə gəlirlər, nə biləm. Bir dənə balaca stayak istəyəcəklər. 16 min pul da ayrılıb. Onu aldı. Xeyircə yox. Sən bir dənə gözəl qardaş olacaq, bir dənə zəng uşaqlar gəlsin olasın. Bir dəqiqə uşaqları buraxdırın. Ay sağ olun, zəng edib də uşaqlar gəlsin. Sabahların bir, mən bilirəm. Sabahların bir, bunlar bu millətlə görüşmür. Yəni burada gördüyünüz 10 Mən yenə deyirəm ki, mən yenə sizə deyirəm ki, həmişə öz cəmaatı. Yəni bunu konkret Bizim iki yaşağımız tutulub, onlara ulaşla qaytar. Hərdə iki uşaqlarımız qayıt gəlsin, gelir. Bir problem görüşə problem budur. Milləti problem olsa bura gələr. Siz deyirsiniz ki, Problemi deyə bilmir apardı. Başqa bir şey deyirəm. Mən deyirəm ki, görüşə haqqında bir
Siz dediğiniz ikinci problem için. İki şahıs, 70 min. iki nəfəri. Birinci problemi o uşaq. Ay sağ ol. Mən deyirəm ki, məndə informasiya yoxdur. Mənə imkan verin ki, bu məsələyi öyrənəcəm. Ondan sonra qalan Sen bile güzellik yarar. Uşaqlar hepsine tərpənməyim. Qoy Uşaqlar gəlsin. Adam da öldürür. Ödeyirsən onu nə bildirəm. Kozan yaşında adam deyir mən bilmirəm. Bunlar demələr bu qədər böyük bu işi bir şey eləməz. Millət buraya yığılıb bundan Lice gəldi buraya. Etirazçıların Çaldı qapıları gödə bilirsən. On gəlsinlər. Uşaqların da parlar on gəlsin. Bu da görür. Harda biz qızılmışıq. Mən sizin yanınızda tuzat dönürəm. Ay sağ ol, mən eşitdim sizi. Sizin fikriniz haqqında mən bu məsələyi öyrəndim, geri qayıdım sizin yanınıza. Oraya bildirin, uşaqları da buraxın dağılaq. Deyirəm ki, mən sizin yanınıza Bildirin, geri canınız sağ dönürəm. olsun. Bizim xahişimizi nəzərə alın, bizə kömək edin. Geri dönürəm. Bu da hayhayı da lazım böyle. Geri dönürəm sizin Hə, yanınıza. baş edirik. Bütün Birərən sizin yanınıza. haqqı da saxdırın. Sağ olun. Qeyd edək ki, ərazisində əhali keçirilməsindən məqsəd Hadi onu giyiyor. Elma. Ay bura. Meri müavinlə görüşünüz məsələ nə yerdə qaldı? Benim abim deyir, gəlin deyir. Davud İsmailov gəlsin. Hocalarımda görüşür. Problemlərimizi də həll edəcək. Bizi də tələbimiz yox ki, 2 dənə şort tutduğumuzda polis cəbə qoyulmuşdur. Aparıcı etdi, həmən şortlar tələbimiz oluşur burası. Və nə dedi Meri müavini? Polis rəisinlə danışır, mer müavini bir dəqiqə məsələ yəqin ki, bıraxarlar. Həmən belə də ki, baxırsan, müavinlə Davud üçün tutulardır bizim üçün. Adın soyadın necə oldu? Hə? Adın, familiyan? Nezaydən Ərmir. Danış görüm. Danış. Kimi? Baxsana. Danışa bilərsiniz, Merin müavini sizə nə sözlər verdi, nə dedi? Hal-hazırda Şula bir arasında aksiya davam edir. Neyse, biz ona bir tane xahişimiz oluşu bizim bir şeyimizi saxlasın yuxarıya. Bizim bu qiymətlərlə əlaqədar ona görə. Onu da çox gözlədik, dedi gəlir, o gecikdiyinə görə biraz burada nəsə bir söz söhbət oldu. İndi gəldi, gözləl ona fikrimizi dedik, o da bizim söz yuxarı çatdıracaq.
sağ olsun. Nə köməklik eləyərlər, sağ olsunlar. Dövlətimizdən sadəcə olaraq bizə dəstək istəyir ki, normal qiymətə malımız satılır. Başqa heç bir tələbimiz yoxdur. Onu da xahiş elədik, benim köməkçisindən də fikrimizi çatdıracağım. Sadəcə olaraq o gecikdiyinə görə biraz hərə oldu, 2 nəfərimizi apardılar. Onu da buraxsınlar, dağılıq gedib. Geri qaytaracağımla bağlı nəsə? Gedib satıb, dedi. Saat vaxt verin dedi, yaxşı oldu təbii. Siz də əkib becərirsiniz. Pomidor falan alır. Yəni yeri nasıl təzə çıxır. Bizim hər birimizin təbii fəlakətlə əlaqədar maya dəyəri hədsiz. Yəni hər birimizin borcumuz var, kreditimiz var. Biz də dolanışığımız pomidor xiyardandır. Aprel, may ayını bilirəm. Normal qiymətə satılmağını istəyirik. Dövlətdən xahişimiz odur. Kursunlar biraz xarici malları artıq qoysa, biraz normal qiymətə satılır. Bir dənə xahiş olur. Onu da dedik, çatdırdıq. Benim köməkçisi gəlmişdi. Dükkan daxilində yərmiş kömək eləyərlər. O kömək eləsələr çox sağ olsunlar. Ben ondan da olarım. Daha xahişimiz olur. Size başqa heç bir. Biz aksiya elədik, dedik, ona da çatdıracaq. Sadəcə olaraq biraz gec gəldiyinə görə biraz məsələlər söylüyoruz. Gəldi, sağ olsun dedik. Köməyi dəyər inşallah. Adınız soyadınız? Soyadınız, dəyərdiniz? Adınız, familiyanız? Hər arvad kənd vətəndaşıyıq. Açacağım. Deniz kimi Şulavyer arasında etiraz aksiyasının səbəbi vətəndaşlar öz kənd təsərrüfatı məhsullarını sata bilməməsi. Onlar qeyd edirlər ki, xarici ölkələrdən ölkəyə daxil olan tələbə məhsullar bazarda dəyər deyənəcə satıldığı üçün onların məhsullarını sata bilməmələr. Vətəndaşlar ümid edir ki, onların problemləri ilə aidiyyatlı orqanlar məşğul olacaq və bu problemin həllini tapacaqdır. Onu da əlavə edər ki, aksiya çərçivəsində polis 2 aksiya iştirakçısını Bəli, bura Şulavyer ərazisidir. İşte yamalı getir. İnanılmaz getir. Onlara kod gelir. Bu şekilde yaxşı. Onlara kodum gelir. Halk ya, çok iyi. Hakikaten bak güzel var. Bir divarda mer yaşıyor. Sonra bir mer arar. Arar. Hadi de var. Ekla daha aylık para Əsas vermədə gəlirlər. Harika, şimdi pila para kapatacağız. Siz tanışa bilərsiniz nələrdən gedir söhbət, müavin sənələr və deyirlər. Nədən gedir söhbət? Tələbimiz odur ki, pomidoru şey eləməsinlər, gətirməsinlər bura. 2 manat, 3 manat ki, pomidor indəndən 4 manata qoy, 3 manat. Hələm pomidor cəmaatda çıxmır ki, 4 manat pomidor, 3 manat. Kreditlərimiz var. Bizim də 2 həftədən sonra, 3 həftədən sonra, 20 gündən sonra kreditləri ödəmək lazım. Bu nə qədər ödəyəcək biz? Cəmaatın tələbi də odur ki, gəlməsin. Yarasa moşkasını qaldırsın. İslam Banası devlettir. Azərbaycan Bankası oldu. 30 tane fura gedir. Buradan yolla belə gedin, bax belə də bütün fura var. Hər yerdə də tap-pataraq qazellərə
Azərbaycan pomidor. Gürcüstandadır. Və bizim öz pomidorumuz ilk məsələdir ki, Azərbaycan avtod pomidoru. Rusiya Rastamoşkasını qəbul eləmədi. Analizlərin pis çıxmıyor. Pomidorlar buradadır. 300 rubl Doktavoy Rusiyada. Göndərirdi. Niyə bizdə gətirib 3 manata satır? Bakının özündə yoxlayın görün neçədir. Analizlərin də keçməyən pomidorlar. Problemli olan mallar Gürcüstandadır. Mən 7 lirə, 8 lirə satmasam, sərf eləmir. Neçə lar verirsən fəhlə sağlığına? 7 lar eşisi işləyir. Bunun yemi var, odunu var. Fortu 1000 lirə odunu. Qışda yekə maşını olmadı, məcbur fort alır. Nə tər olur bu kilar? Bu maya dəyəri yoxdur. Mümkündür. 3 gündən artıq qalmır. Amma bizim öz yerli mallarımız 4 gün, 5 gün. Hələ bizim gətiriklər yetmir. Bizim adımızı da ləkələyirlər. Çünki bizim karobkalara vururlar burada. Bizim adımızla bazarlara paylaşırlar. O mal da ilənir bir gündən artıq. Çünki Rusiyanın yetərincə tamojnisində qalıb, bizim tamojnisində ləngimə nə tər olur? Heç cür mümkündür. Beləsin Rastamoşkan kilosunun 3 var. Nə tər ki Azərbaycan buradan gedən kartonun kilosunun 70 qəpik 1 manat qof. Realda yetişmə aparır. Beləsin kilosunun 3 var. Yatsın görün burada sata bilir. Mümkündür. Heç cür mümkündür. Muavin sizə nə vəd verdi? Muavin heç nə. O sözlərdən biz çox eşitmişdik. Çox nə tər vaxtı olur kəndə gəlir özü qəbul edirəm. İndi vaxtı yoxdur. İclasdadır. İndi də gəlsin. İclasda damat İclas. Bundan böyle iclas mı? seçki vaxtı olanda hamısı bir və bir burada olur. Seçki olsun, nə qədər parlament işçiləri var, hamısı bura gəlir. Həm indi gəlir. Cəmaatın problemlə heç kim maraqlanmır. Burada bizim öz yerlərimiz alır. Onları qoy. Mənim gözümün qabağında Meryem qapı gəldi dedi, burada sata bilməsin. Və Sokaryan'da 25 tonluq maşın, 20 tonluq maşın nə tər boşalır? Gəlib girsin məxturluğa, hamı da görsün Azərbaycan nömrəsindən Azərbaycan maşını satsın. Var nə oldu? Korupçular bir bazara girmək üçün manat yarım kilar. Mən Ford 300 var sallam, 200 var sallam. Nə tər o Sokaryan'da 15 tonluq paylayır? Meryem'də xəbər yox. Əgər xəbərləri yoxsa ondan da böyük ayıf dollar. Marno rayonun içində 15 tonluq mal boşalır deyir, xəbərimiz yoxdur. Bunu demək daha böyük ayıbdır ki, sən nə tər ölçü idarə edirsən ki, sən 15 tonluq malın Rastamoşka ilə gəlib, o maşın plomba açılmalıdır devlət səviyyəsində. Baxılmalıdır ki, plomba açılsın. Plomb Sokaryan'da nə tər sökürlər ki? Nə tər oldu bu iş? Nə çek verir? Nə çeksin? Biz də satalım. Bir dənə bazar versin bizə şəhərdə. Desin, bu bazar çeksiz, girin öz malınızı satın. Görək bizə yaradılır mı şərait? Yox, yaradılır. Amma o bir de. Ama dediler ki alacağım yer geldi. Bugün yer bizim yaptık. Daha var orada. Haydi ver. Sen de onu dolandırırsın. Hal-hazırda aksiya prosesi davam edir. İnsanlar etirazlarını bildirirlər. Pomidor və digər məhsullarını sata bilmədiklərini bildirirlər. Marneuli bazarında həmin məhsulları sata bilmədiklərinə görə belə deyək, əkib becərdiklərinə görə artıq onlar qeyd edirlər ki, belə deyək, kreditlərini ödəyə bilmirlər və becərdikləri məhsulu bazarda ucuz qiymətə satırlar və ya sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər. Bugün Şulaveri kəndi ərazisindəyik. Hal-hazırda Qırıqlı kəndinin 2 sakinli polis saxladı. Kəndlilər onun geri qaytarılmasını tələb edirlər və merin müavini hal-hazırda qeyd etdiyimiz kimi burada idi. Biz sizlərə müavin haqqında da müavinin gəldiyini də sizlərə göstərdik. Və müavin bildirdi ki, hal-hazırda Marneulin meri Daur İsmailov Marneuldə olmadığı üçün yerinə gələ bilməyib, hadisə prosesində iştirak edə bilmir və insanlar Marneul merinin hadisə yerinə gəlməsini tələb edirlər, iştirak etməsini tələb edirlər. Ancaq merin Marneuldə olmadığını bildirdi müavin Georgi Qodabrelidze
və Görgüdabelici hadisənin təfərrüatlarını araşdıracağını vəd etdiyi insanlara və Marneuli meri ilə əlaqə saxlayıb insanlara bir məlumat ötürəcəyini dilə gətirdi. Kartla tabilen. Ձեր ցախոշի մորդից ռադիո Մարնաուլից პირდაპირ ეთერს გაიტყვით რომ ჩვენი საზოგადოებრივ საფალ შულავერში სადაც მოსახლეობამ დილიდან გამართა საპროტესტო აქცია ისინი ითხოვენ იმას რომ საკუთარი პროდუქტების რეალიზება მოახდინონ კერძოდ საუბარი იყო კიტრზე და პომიდორზე ამბობენ რომ უცხო ქვეყნიდან შემოტანილი პროდუქციის გამო ისინი ადგილობრივ პროდუქტებს რეალიზებას ვერ უკეთებდნენ ადგილზე ითხოვდნენ მარნეულის მუნიციპალიტეტის მერის დაური ისმაილოვის მოსვლას აქ რამდენიმე საათის განმავლობაში არიან ისინი შეკრებილები მარნეულის მერი დაური ისმაილოვი ადგილზე არ მოსულა თუმცა ადგილზე მოსახლეობასთან შესახვედრად მოვიდა გიორგი გოდაბრელიძე რომელმაც საქმეში ერკვეოდა ჩვენ ვთხოვეთ მას დამატებით ცალკე გაეკეთებინა კომენტარი თუ რა დახვდა მოსახლეობამ თუმცა როგორც მან პირად საუბარში განაცხადა გითხრა რომ ჯერ საქმეში ერკვევა და მათი პოზიცია მოგვიანებით მერის პოზიცია მოგვიანებით გახდებოდა ცნობილი Ver canım görək. Bir dəqiqə sakin ol. Problem olmayacaq. Sağ yaxın tutsalım qalanı sizdən nə xahişim var içəridə? Siz tərəfdən 5-6 nəfər kim olacaq? Saxlananlar indi mi buraxılacaq yoxsa bugün mü? Elmar hanı? Deyirəm ki, buraxacaq. Tamam. Yox, nə zaman? Mən də sizin yanınızdayım. Mən heç hara getmirəm. Biz gedəsdə yola bura gələnə kimi uşaqlar. Mən sizə başqa nə deyirəm? Yanınıza gələcəm. İndi buraxılacaq. Mən sizin yanınızdayım. Buraxacaq sizin yanınızda. Hətta uşaqlar bura gələcəklər yerinə. Ondan sonra bir xahişim var. 5 nəfərlik inisiativ qrupu yaradın. Bir yerdə oturaq, sivil formada söhbət edək. Olar, hər şey olar. Merin buraya gəlməyə gözənərim bugün. Mən yenə deyirəm ki, bir problem yoxdur. Mer, burada yoxdur hələ. Bəs hardadır? Zarda yoxdur. Zavur deyəmirəm, mən merin birinci müaviniyəm. Meriyanın işçisiyəm. Nəsə hələ bilmirəm. Ona görə deyirəm ki, həmən o 5 nəfəri inisiativ qrupu yaradım. Harada biz bir yerdə oturarıq, sizin probleminizi qulaq asaq. Sonra da Yuxarıda bildirmək lazımdır ki, bizim parlament bilsin əsas bir şey. mən sizə nə deyirəm? Sizin yanınızdayam, buradayam. Uşaqları buraxacaqlar, ondan sonra bu sakitlik mən sizin yanınızda heç ara getmirəm. Batona giyiyor. Batona giyiyor. El yüzlere çakırçara topur gazetinde alakalı. O adamlar
Batona giyor. Rogol gadacından raj sabret amaze çağır sabret. Batona giyor. Ama dari çöğütene çoğuğa. დაკავშირებით გეტყვით სროგ არ ჩამოვედი მხოლოდ და მხოლოდ იმისთვის რომ ჩვენი მოსახლეობისთვის პური ანუ მომესმინა და შესაბამისად დანარჩენ განმარტებას მოსმენი და რა გაიგეთ ბატონო გიორგი? ეხლა გავუშვა. მე რატო არ მოვიდა ბატონ გიორგი? დაკავებულებზე ბატონო გიორგი, დაკავებულებზე ბატონო გიორგი, დაკავებულებზე როგორ გადაწყდა? დაკავშირებით მოსახლეობას მერი მოვა ადგილზე. გააკეთებს ბატონი დაური კომენტარი. როგორც გიორგი გოდაბრელიძემ ჩვენთან საუბარში აღნიშნა, მარნაულის მერი ვერ მოვიდა იმის გამო, რომ ის თათბერზე იმყოფება. რაც შეეხება იმას, რომ როგორ შეიძლება მოგვარდა პრობლემა, გიორგი გოდაბრელიძემ ამ შემთხვევაში სიტუაციის გასაცნობად მოვიდა, თუმცა პოზიცია მოგვიანებით გახდება ცნობილი. ამით დაიკავეს. Başa abi de alın go. Sizin yanınızda olmaz mı? Biz de siz de ne kadar bir zararla alakalı. Bu zarar da kaldı. Ha kardeşim. Bu adam Başka ne diyeyim? Ya söyleyebilirimse diyeyim. Sağ olsun. sağ olun. Ben de sizin yanınızda. Şile yaklaşma. 5 nefer bekledin. Uçaklar da Uçaklar ne diyeceğiz? Saxlanma kimi faydasında araşdırıb dediyisi ki, Kaçışa mı? Abi sana telefonunu uzatsana. Bir de sen oğlum onlar dedi yani.
Kənd təsərrüfatı məhsulundan qeyd edək ki, hal-hazırda səhər saatlarında Mahir Gölündə Mitin kəndinin sakinləri müharibə ərazisinə toplaşaraq Mahir Gölü Sadaq yolunu bağlama Mer və onların etirazı keçirdiyi əraziyə gəlsinlər. Şimdi orada geçen yolun gözüne girsin. Ha yolun kapıda. Bir millet yazık değil mi? Bu milletin hele problem var. Gece yatamır. Hele buranın sıhhatine bak. Gece bu adamlar fikirden yata bilmir. Niye fikirden yatamır? Değerli ben bu bankine talep edeceğim. Ön Azerbaycan Türkiye stabil yok rastlamış olmalıdır. Eğer bir devletin malı bize de xahiş edirəm də bir dəqiqə mən demək istəyirəm ki, siz eşitdiniz bilirəm. Bu dövlətə mal gələndə onun rastlamış olmalıdır. Siz stabil qiymatı tutsun. Bugün getirir buradan malı. Rastlamışlar. Ben bir söz deyim. Ben de bu kendi sakiniyim. Ben de tanıyırım. Her il Gürcistan'ın taxıl biçini vaxtı. Ölkənin, yəni aidiyyatı qurumları rüsumu artırır. Rahat bir ay, 2 ay ölkə öz taxılını satır. Ondan sonra yeniden taxılın rüsumunu aldır. Bu ahaliyə də 2 ay vaxt verə bilərlər. Yəni, точно растамушка сидит подняв. Они отсюда возят туда, залари продают, я тысячи долларов это, я сейчас я могу. Залари продают, за доллары его продают. Özümüz eləyir. Onu özüm eləyirsən. Maklerine satma da. Onu özüm telefonla. Kongre deşidin ha cama. Deşidin. Bak böyle kişi bizə qeyrətimiz olmalıdır. Niçin mən apışat edirəm? 2 gün bunlar konkretlə bu iş eləməsə, o oğlum qeyrətinə tükürüb 3 gündən sonra buraya yığılmayam. Çok pardon getir. Bu ne der bunu? Her de verdim. Bura. Я дома дуплом, который что, закончили работаю. Такое время отсюда возят. Ради Бога, что возят? Пускай будет нормально. Ну, хотя бы растаможку они подняли. Растаможку, если поднимет, тогда будет стабильная цена. Отсюда вот остановили около Сокора, открывает. Помидор стоит 1 лари. А как я могу продам 1 лари? Такое время 1 лари, как я продам? Кто закроет мой банк? Кто долг закроет? Ben size dedim. Ben size eşitlerim. Başa düşürəm. Bu gayet razılaşırıq. Ondan sonra gene. Allah canını sağ versin. Sen de bir tane nümayəndəsən. O yukarıdaki Zaur müəllimdir. Seçki vakti gelir belə. Xahiş edir. Bugün bu milleti saymadılar. Ne tür saymadı? Hansı istəyir? Tamam, onu millet sahibi. Bir dakika. Onun şəraiti nədir? Onun şəraiti nədir? Damatın yanında Bir dakika, ne oldu ha? Hayır, sen bir dakika başla. Hiçbir adam, hiçbir insan, hiçbir insan diyemez. Kimse gelip Kardeş bak, ben özüm Mustafa gel. Doğru bir dakika daha senden getir. Git sen girsin. Ama doğru müellime ses verende bir bak o vardı. Zahmeti yıkan. Gel
Bəli. Millət bilir, ne var? Ne oldu kadın alım? Ne girmiştin görüşmeye onunla? O milletine söyledin bu adam bu sözü. Bu adamın ne var? Ama başlamırıq görüyor. Rostum benim yemekte Yok gelirler o üstte. Yoldadılar ki. Öyle de almak. Buradan mı söyledin? Sen kimi isterse bu günlere kalır. Ben de diyorum da böyle. Davuruna var. 5 nəfərimiz. 5 Kardeş onu diyorum. Aydın müəllim dediyi kimi gəlməsi lazım bizə yox. Dövlət burada hər bir söz bizə lazımdır mal gəlməz. Yox, Rastamoşka qaldırmadı, onun bizə heç bir xeyri yoxdur. Gəlməsin. Mal gəlməsin. Rastamoşka 50 qəpik qaldıracaq, onlara xeyir eləyəcək. Gənə bizə ziyan eləyəcək. Bizə lazımdır, gəlməsin. Daha gəlməsin. Kim geleceğe buradan danışma? Bak bilin ben. Yazın gerek danışalım. Başqa kəndlərdən varsa, hər kənddən bir nəfər. Her şartta bir adam var. Kardeş mi diyecek? Benim mən də gedirəm. Bu yıllar değil, ben gelirim. Sen ne zaman bir de Azər. Benim qardaş haqqında kimsə varsa, Gelin beraber, gelin beraber. Beş geç günü. bazar olur. 5 olmasın azalsın. Kardeş değil, söhbətimizi eləyə, eləmi? Konkret vaxt var. 3 gün var, ondan sonra bir dəqiqə artıq ne oldu? Bu artist yiyəcəm. 3 gündən sonra eləmi? 3 gündən sonra. Hamıya xəbər verin. Yıllar bu hamı Gətir, get, malını gətir. Məhsullar ucuz satıldığı üçün onların məhsullarını alan olmur. Vətəndaşlar qeyd edirlər ki, həmin məhsullar ölkəyə daxil olmur. Yaxşı. Ola bizim veriyiz. Vaxtlar mı şey Cavanlar bir vaxtlar. Onu bu gözüme Yok. Azər. Değer veriyorum.
Nasılsın sen? Gider ya. Hadi. Просто подарок.
sayda miqdarda kreditlər götürüblər və o krediti ödəyə bilmirlər və Çünki məhsulun qiymətləri çox aşağı dəyərdə satılır. Hal-hazırda aksiya iştirakçılarından 2 nəfər polis tərəfindən saxlanılmışdır. Meri müavini qeyd etdi ki, hal-hazırda sərbəst buraxılıb və hal-hazırda aksiya yerinə gəldilər. Meri müavini onu da qeyd etdi ki, əgər məsələ bağlı söhbət eləmək istəyirlərsə, öz aralarından bir neçə nəfər seçərək mediada görüşə bilərlər. Gelin buraya. Qeyd edim ki, bir neçə kəndin sakinləri Şlaveri ərazisində Marino rayonu Şlaveri məhsullarını sata bilmədikləri. Çünki farklı ölkədən ölkəyə daxil olan məhsullar Ayrıca bazarında aşağı qiymətə satıldığı üçün onların əkdikləri məhsul bazarda aşağı qiymətə satmalıdırlar. Onlar qeyd edirlər ki, xaricdən gələn məhsullara rüsumu artırılsın və yaxud ölkə bazarına daxil olması qadağan olunsun. Teste ne bu? Yazdıqdan mı? Bazen ana bölümde Ya neçə də yerdə? 3 manat. Yok kilar. Vallahi sizi yere bağlayacağım. Her şeyi doğru kalsın. Safranlı opsiyon ölkəsə sala bilərsən. Buranın öz Nəyə görə gözləyirsiniz? Hal-hazırda hansı mərhələdəsiniz? Uşaqların bu çıxışına görə gözləyirik. Çıxsınlar, sonra da gedirikdən mer bizi bu bir milləti saymadı. Hörmət eləmir bu bir millətə. Meridir, ya Qar müəllimdir. Bu millət həm bir maraqlanmalıdır, deyil mi? Bu seçki vaxtı bu millət onun arxasında. Gəlib özləri seçir. Cəmiyyətin problemi var. Bura heç kim bura gəlmir. Pomidor problemi var, xiyar problemi var, yazıqlar sata bilmir. Cəmiyyət Azərbaycandan, Türkiyədən vururlar, gətirib.
İrandan vururlar 1 manata gedir. Cama dalıb ordunun maşını 2200 liraya. Heç xərci gəlib bir dənə ştilin proses bunu axıra yetirilməyinə 3 lira 50 qəpikdir. Bu cəmaət yazına görə satsın, yaparaq banki versin, ya o borçları versin. Bu bir şey götürməz. Deməsinlər gəlmə. Ya bu may vaxtından 3 ay ərzində xalqın sezonu çıxan vaxtı dayandırsınlar, cəmaət məhsulunu satsın. Xətə böyük hükümat satsın ki, heç olmasa barıb bank borçlarını versin. Ya da Rastomoşka vaxtı var sezonda. Mandalin, apelsin vaxtı, Gürcistanın mandalin çıxan vaxtı, Gürcistana mandalin olmaz. Niyə? Çünki Gürcistanın özünün mandalini var. Çünki onu gürcülər əkildi. Mən millət söhbət eləmirəm. Bu millət yazıq deyilmi? Bu millət də yazıqdır. Cəmaət burada sifətinə bax bu millətin. İnsan sifəti qalmıyor cəmaətin. Gecə yazıq yuxusunda gecə səyahət yata bilir. Fikirləşir ki, hangi nətəri verəcəm, hangi pulları nətəri verəcəm, hangi problem, bir problem xəstəlik mi, yesin mi, ayağına mı alsın, uşağı mı oxutsun, nə qalsın? Bəs axırıncı dəfə sizə hansı vəd verdi Meri müavini? Hələ heç bir vəd də verilməyibdir. Nə bir vəd veriləsin, heç gəlib görüşmədik cəmaət. Görüşməsinlər, biz də bugün gelib söhbət edəcəyik, o gəlmədim, biz gedərik. 3 gün möhlət verəcəyik, 3 gündən sonra buraya yığılacaq. İndi bir adam yox, hər kəndin 3 nümayəndəsi var. 1000 nəfər yığılıb bu yolu kəsəcək. Müavin isə neçə günə buraxacaqları demədiniz? Nətər mənim? Neçə günə buraxacaqları demədiniz? Sizin saxladıqları uşaqları indi buraxırlar. Uşaqları burada nə adam bölüb bu uşaqları tutalar. İndi burada cəmaatı qorxutmaq istəyirlər. Bu millət ondan qorxas deyil. Bəs Meri müavini görüş təşkil edək dedi. Bununla bağlı nə dedi? Ətraflı olaraq deyə bilərsiniz? Deyir ki, 5 nəfər yığılın, gedəyin orada görüşəyin, Meri sizi orada gözləyir, siz yanınıza gələ bilir. Nəyə görə gələ bilmədiniz? Gələ bilmir də. Əlbət tutanırlar da bu millətə vəd vermişlər, sözlərin arxasında dura bilmirlər. Görək görəcəyik də nə olacaq bu yerində. Bunlar nə deyirlər? Bunların heç yəni ümumiyyətlə kiməsə də cərimə gəlməsin. Kimisə qapısına cərimə gəlməsin. Burada bu məsələyə görə. Faktiki vətəndaş qanun şəkildə çıxdılar, bunlar da insanlar doğru tələblərini irəliləyir. Hansı cərimə var? Belə bir qanun var mı? Mən də onu cərimə gəlməsin. Georgi bəy saxlanılan bu arada istintaq başlayıbdır Cinayət Məcəlləsinin 173-cü maddəsi ilə. Ona görə deyirəm. Aynen, bunu açtık. Sizler aranızda. Buraya yığılmışıq. 173-cü maddəsi ilə istintaq başlayıbdır. Cavab verirəm, yönələm. Deyirəm ki, bu haqqında Qaldırsam. Belə bir informasiya. Hazırda o şəxslər haqqında da istintaq başlayıb. Nə Ben sizə deyirəm. Hiç danışmıyorum. Siz də oradaydınız. yox, indi mən orada deyildim. Yox, Cərimə sizdə yazıla hardan? Yəni Sizdə cərimə hardan yazıla var bilər? bu informasiya? Daxili İşlər Nazirliyinə zəng elədi. Gözləmirəm mən belə bir şey. Mən bilmirəm. Mən Yəni deyirəm siz ki, cavabdar gözləmirəm. olmursunuz. Yox, mən deyirəm ki, gözləmirəm belə bir şey. Mən bilmirəm, siz hardan Georgi bəy, Daxili İşlər Nazirliyinə nə əlaqə saxladıqdır ki, 173-cü maddə ilə istintaq artıq başladıq. Bəs onlar buraxılsa... Yəni cərimə yazıla bilər. Aydın bəy. Gözləmirəm belə bir şey. Belə tutsam. Təşkildən danışın, yapmasın. Bu xalqın burada yığılma səbəbinin bəllidir. Amma bu xalq burada heç bir başqa, nə bilim, fikirlər formalaşdırmaq üçün burada yığılmayıb.
və burada heç bir siyasi bir düşüncə ilə bu xalq bura yığılmayıb. Burada xalqın yığılmağının yeganə səbəb ondan ibarətdir ki, ölkəyə daxil olan məhsullar yerli məhsullarının satılmasına problem yaradır. Bu xalqın istəyi ondan ibarətdir və buna görə də vətəndaşlar qanuni şəkildə öz istəklərini bildirməyə yığılıblar bura ki, bunun qarşısında dövlətimizin başında olan hakimiyyət buna bir öz fikrini bildirsin. Buradakı seçilən insanlar xalqın istəklərini, bugün xalqın maraqlarını ayağa atıb gələ bilmirlər bura. Bu xalq onun yanına getməli. Seçki vaxtı niyə gəlirlər bu xalqın yanına? Yəni bu məsələlərə mən siyasiləşdirmək istəmirəm, siyasi don geyindirmək istəmirəm, başqa fikirlər formalaşmasın. Bizim də bilib istəyimiz gəlməkdə onun doğruluğuna görə xalq nə istəyir? Həqiqətən də xalqın istəyi odur və burada da 2 nəfər qardaşlar həbs olunur və bu həbs olunmanın da heç bir hüquqi tərəfi yoxdur. Çünki qanun şəkildə göstərən konstitusiyasına əsasən öz istəyini tələb edir, öz çıxışını edir burada və onu həbs eləmək qanunsuzluqdur və onlar buraxılmalıdır o adamlar və heç bir cinayət məsələsi yoxdur. Əgər hər hansı o insanlara da bir burada lazım olan hüquqi tərəflər, advokat, vəkil bir şey lazımsa da biz də əlimizdən gələn etməyə hazırıq və bunun yeganə istək də hamı ilə barabar odur. Mənim də ailəmin kənd təsərrüfatı var, bizim də kənd təsərrüfatı əkmişik, bizim də pomidor və xiyar əkmişik və bizim də istəyimiz ondan ibarətdir ki, mərkəzi hakimiyyət burada bu məsələyi araşdırsın, baxsın və çalışsın ki, ölkənin xaricdən gələn məhsulları qarşısına alınsın. Çünki Kvemo karteli bu bölgə yalnız və yalnız ayaqda durmağının səbəbi kənd təsərrüfatıdır. Bunu da bizim əlimizdən alırlarsa, deməli bizim dolanmaq üçün gələcək heç bir şansımız qalmır. Ona görə də dövlətdən xahiş edirəm. Bu xalqla bizim xahişimiz ondan ibarətdir ki, yaxın vaxt ərzində görüşsün, mərkəzi hakimiyyətlə də görüşsün və bunun qarşısını alsınlar ki, vətəndaş neçə aydır kışın o soyuğunda çəkdiyi əziyyətlərin nəticəsini bugün görə bilsin və məhsulunu normal sata bilsin. Bizim istəyimiz bundan ibarətdir. Gözləyirik ki, merin bura gəlməməyi necə deyər? Merin bura gəlməməyi birbaşa olaraq mən düşünürəm ki, vətəndaşlara qarşı hörmətsizlikdir. Bu reallıqdır çünki ən azından burada heç kimi vuran, tutan, asan kəsən yoxdur. Biz də gəlmişik vətəndaşların xalqçılar və mer də gəlsin, görüşsün burada 5 nəfərlə də görüşsün və bu xalqın istəklərini mərkəzi hakimiyyətə çatdırsın. Yuxarıda getdirir. Heç bir şey yoxdur. Gəlməmək əslində hörmətsizlikdir, başqa bir şey yoxdur. Sadəcə budur. Düzdür, sağ olsun Mavin gəlib buradadır, iştirak edir, amma birinci növbədə bu xalq meri seçib, Mavini seçmir. Xalqın tələbi də merin bura gəlməyidir. Gəlməlidir, biz də gözləyirik ki, mer bura gəlsin. Onda heç yerə dağılmır, mer gəlsin. Bilmiyorum. Magazin olabilir. Gatişa olayız. Esam deni şudim teli şudim. Ana. Qarı Wi-Fi də yaxşı işləmir. Olur.
Əziz izləyicilər, biz canlı yayımımızı dayandırırıq. Hər hansı hadisələr baş verdiyi an biz sizlərə bu haqda məlumat verəcəyik. Marmin radiosunu izləməkdə qalın da biz irəliləyən dəqiqələrdə də hadisə ilə bağlı sizlərə detallı məlumatlar təqdim edəcəyik. Bizimlə qalın. Cengiz aktır bak.